terk edilmişler. Alo? Salam ana. Chloe, evine hoş gelmişsen. Qayıtdın, hə? Hə, gəlib çatdım. Qardaşın az qala divara dırmaşırdı. Onun üçün çox darıxmışam. Atamın ad günü şənliyi üçün hər şey hazırdı. Əzizim, deyəsən sən evə gələndə atan evdə olmayacaq. Nə? Niyə ki ana? Nə olub? Onu işdən çağırdılar. Bəs gələcəyimi demədin? Dedim, amma səhər zəng elədilər. Hansı uçuşdadır? London 3:35. Əzizim, işləri qəlizləşdirmə. Remiyə de ki, axşam yeməyindən əvvəl evdə olacaq. Çok sağ olun. Lav televizordakı kimi görünürsüz. Yəqin ki sizin görmədiyiniz heç nə qalmayıb. Nə vaxt xəbərlərə baxsam sizi yeni bir fəlakətin ortasında görürəm. Köhnə bir atalar sözü var. Pis işlər varsa, deməli onları kimsə görür. Sizdən bir şey soruşa bilərəm, cənab William. Bəli, buyurun. Bibliyanı oxuyursunuz? Sizin qədər çox yox. Matta 24:7-də yazılıb ki, dünyanın müxtəlif yerlərində kəskin aclıq, epidemiya və zəlzələlər olacaq. Bütün bu müharibələr, fəlakətlər hamısı əslində işarədir. Yəni Tanrı bütün bunların olacağını əvvəlcədən bilirdi. Əzizim, Tanrı hər şeyi bilir. Onda niyə heç nə eləmir? O Tanrıdır, düzdür? İstəsə selləri saxlaya bilməz, ya da aclıq yayılan yerlərə yağış yağdıra bilməz. Günahkar bir dünyada yaşayırıq. Tanrı dünyanı mükəmməl şəkildə yaradıb. Onu biz məhv eləyirik. Kim məhv eləyir, mən? Sən, o, Tanrı işlərini sirli yollarla həll eləyir, bilirəm. Necə olursa insanlar hələ də inanırlar ki, Tanrı onları sevir. Bax, sirli olan budur. Mane oldum, bağışlayın. eyni yol gedirik. Yaxşı nitq idi. Üzr istəyirəm. Yox, üzr istəməyin. Əksinə xoşuma gəldi. Əminəm ki, birinci dəfə deyil. Belə yüksək səslə birinci dəfə idi. Cameron William. Dostlarım Bak deyirlər. Mən də Chloe istəyirəm. Dostlarım Chloe deyirlər. Deməli, universitetdə oxuyursan. Aha. Araşdırmaçı jurnalistik özünü biruzə verir. Təşəkkür edirəm. Bayaq məni çox danışan qadından qurtardın ona görə. Əsasən anama təşəkkür edeyim. Onun sayəsində belə hallara öyrəşmişəm. O necədir? Yəni, gözəldir. Qəribədir. Əslində, bu səhər sinonimlər kitabı tapmışdım. Oradakı sözləri işlətmək üçün fürsət gözləyirdim. Ona görə özümü arsız apardım. Arsız? Arsız. Bu söz xoşuma gəldi. Sənə kofe ala bilərəm.
Yox, çox sağ ol. Bəsdi görək. Bəs yanında o balaca möhtəşəm dadlı çiyələk mürəbbələri də olsa necə? Onda kofe içərsən? Hə, bax bu inandırıcı oldu. Elədir. Amma mən bir nəfəri gözləyirəm. Harda olsa indi gəlib çıxar. Hə. Atamı deyirəm. Mən onun ad günü üçün sürpriz eləmişdim. Amma işlər gözlədiyim kimi getmədi. Yaxşı, oldu. Sizə uğurlu uçuşlar. Əzizim, necəsən? Yaxşıyam ata. Burada nə inirsən? Sənin ad günün üçün sürpriz eləməyə gəlmişdim. Əzizim, işdən zəng vurdular. İndi məcburən getməliyəm, qala bilmərəm. Hə, anam dedi. Gərək gələcəyini əvvəlcədən deyərdin. Bir dəqiqə siz Cameron Williams'ız. Necə olur ki ikiniz bir yerdə... Təzəcə tanış olduq. Şad oldum kapitan. Ray, Mən sizi tək qoyum. Tanışdığımıza şad oldum Chloe. Görüşərik, hələlik. əla görünürsən. Çox sağ ol. Gəl oturub danışaq. Dərslər yaxşı gedir. Yaxşıdır. Yaxşıdır, hə. Danış. Anam deyəndə ki, sən evdə olmayacaqsan, bilirsən ağlıma nə gəldi? Elə bildim onu tərk eləmsən. Yox. Yəni həqiqətən tərk eləmək. Elə bildim çantalarını yığıb, qapını çırpıb, qaza basıb çıxıb getmisən. Ananla aramız yaxşıdır, Chloe. Başa düşürəm. Səni günahlandırmıram. Nəyə görə günahlandırmırsan? Çıxıb getməyinə görə. Amma mən getməmişəm. Dedi ki, sən elə bildin getmişəm. O qız kimdir, hə? Hansı qız? Stüardesanı deyirəm. O sarışın və gözəl qız. Stüardessa? Mən minlərlə stüardessa ilə işləyirəm. Onun heç adını da bilmirəm. Keçən il olsaydı, yəni anam o kilsədəkilərə qoşulmasaydı, sən indi evdə olardın. Bir ailə kimi hamımız birlikdə olardıq. Düz demirəm? Chloe, bilirsən, anamla mən çox gənc yaşda evləndik. İnsanlar 20 və 50 yaşlarında tamamilə fərqli olurlar. Anan sadəcə doğru olduğuna inandığı şeylər eləyir. Məncə sən də onu biraz başa düşməlisən. Mən? Bəs sən necə, hə? İndi Londona gedən sənsən. Yeni ildən evə gəlməyən də sənsən. Mənim dərslərim var. Mənim də işim var. Mənə elə gəlir ki, nə vaxt onunla danışmaq istəsəm sözü ağzımda qoyur. Bilirəm. Qulaq as, keçən ildən bəzi problemləri hardasa həll eləyə bildik, amma o sənin anandır. Məncə yaxşı olar ki, sən... Yox, elə ikimiz də ona daha çox dəstək olaq. Onun üçün darıxırsan. Hə, darıxıram. Hey, başqa kişi ilə qaçsa necə? Hə? Bəs üzüyün hanı? Maşındadır. Uçanda heç vaxt taxmıram. Chloe, anam mənim üçün dünyalara dəyər. Bu münasibəti kollayacaq heç nə eləmirəm. İndi getməliyəm. Mən qaydanda danışarıq. Sən qaydan da burada olmaya bilərəm. Amma yəqin ki tezliklə evə qayıdacaqsan. Götür. Maşın həmişəki yerindədir. Anına qarşı daha diqqətli ol. O özünə gələcək, səni sevirəm. Yaxşısan? Hə, yaxşıyam. Bağışlayın. Gələcək. Araşdırmacı jurnalist yadındadır. Hə, Hə. çox sağ ol. Eşidirəm. Sadəcə biraz məyus oldum. Bu günün mənası
mənim üçün çox böyük idi. Hamımızın birlikdə olmağı, maraqlı vaxt keçirmək. Əminəm ki, qala bilsəydi, o da sizinlə birlikdə olmaq istəyərdi. Birleşiyən qarğa ağzında 2 qartalla dəhlizə daxil olur. Stüardessa ona deyir ki, bağışlayın, içəriyə ancaq yük götürməyə icazə var. Maraqlı da? Bağışlayın kapitan, amma mənasız zarafat idi. Axı buna həmişə gülürlər. Bir də belə mənasız zarafatların olsa, nə vaxt istəsən gəlib mənə danışa bilərsən. Markus, kompüteri düzəldə bildiniz? Yox, Pentagona görə kabin aparatlarının bəziləri artıq köhnəlib. Hə, deməli məni şərqə göndərirsən. 6 saatlıq uçuşda 9 saat yaşlanacam. 6 ildə belə uçsan, gəlib mənim yaşıma çatarsan. Ad günü mübarək dostum, uğurlu uçuşlar. Çox sağ ol. Belə başa düşdüm ki, ananın dedikləri ilə eynidir. Hə, bəzən elədir. Bilirsən nədən zəhləm gedir? İnsanlar xəbərlərdə zəlzələ olduğunu görüb, başqalarını da bunun yaxşı bir əlamət olduğuna inandırırlar. Bu sənə qəribə gəlmir? Tsunamidən bir gün sonra Medina adlı o qadını gördüm. 4 uşağından 3'ü gözləri önündə dalğalar ilə dənizin dibinə çəkildi. Özü isə qucağında 6 həftəlik körpəsi ilə bir ağacdan tutub qalmışdı. O qədər əmin idi ki, Tanrı özünü və körpəsini xilas elədi. Və o diz çöküb şükür elədi. Bəs o biriləri öldürdüyünə görə şükür elədi? Elə bilirdi ki, bəxti gətirib. O gecə evakuasiyanı rədd elədi. Çünki elə bilirdi ki, onsuz da Tanrı onu hifz eləyir. Və? Torpaq sürüşməsi. Bütün kənd 3 metrlik palçığın altında qaldı. Görəsən insanlar bütün hadisələrə niyə bu cür baxırlar? Diqqətlə baxsan axtardığını görə bilərsən. Amma bunun üçün bir çox başqa şeylərdə də özünü görməməzliyə vurmalısan. Bunlardan biri həqiqət ola bilər. Bəs sən necə? O kənddə nə gördün? Dəyər verdikləri hər şeyi itirən insanlar gördüm. Səbəbini soruşmadı. Səbəbini bilirəm. Tsunami. Onu nəzərdə tutmuram. Yox, soruşmadım. Əgər bu cür hadisələrin səbəbini axtarsan, axırda hava limanında rastına çıxan bir yad adamla tanış olarsan. Yox. Bu gülüşün xoşuma gəlir. Yox. Nə olub? Heç. Ray'in zarafatı yadıma düşdü. Bu kişi mənim keyfimi açır. Ray? Kapitan Stil demək istədin? Yalnız başqa insanların yanında. Doğrudan? Yoxsa siz ikiniz? Yox. Yox. Hələ ki yox. Amma Londonda birlikdə vaxt keçirməyi planlaşdırırıq. Doğrudan? Mənə niyə deməmisən? Dayan, hara gedirsən? Hamısını danışmadın axı. Bugün doğrudan kimlənsə danışmağa ehtiyacım var idi. Çox sağ ol. Sənə Londondan zəng vuracam. Doğrudan? Doğrudan, birdən məni unudarsan. Düzdür. Əminəm hər hava limanında bir qızla tanış olursan. Hamısına zəng eləyirsən? Əslində heç birinə. Chloe, Salam, Jim. atanın tapşırdığı işi həll elədim. Sabah axşam üçündür. YouTube. Yəqin bunu tapmaq asan olmayıb. Mənim üçün? Hə, bunları tapmaq düz 2 həftə vaxtım aldı. 2 həftə? Chloe, üzr istəyirəm, amma Mr. William, gələ bilərsiz? indi gəlirəm. Chloe, mən... Bunu atama verə bilərsən. Əlbəttə, Mr. William, xahiş edirik. sənin üçün darıxacam. Bağışlayın. Çox sağ olun.
Mr. Williams, buyurun. Bağışlayın. Üzr istəyirəm. Chloe xahiş elədi ki, bunu sizə verim. Bu civiyimdəki oğlan deyil. GVM'dəki oğlan? Hə, o mənəm. Cameron William, Chris Smith. Tanışdığımıza şad oldum. Mən də. Hörmətli sərnişinlər, Hong-Kong 257 London reysinə xoş gəlmisiniz. Uçuşumuz 6 saat çəkəcək. Uğurlu uçuşlar. Ne oldu? Kızın nömrəsini götürdün? Nədir? Sizi bir saat əvvəl salonda birlikdə gördüm. Təyyarəyə də axırıncı sən mindin. Yaxşı müşahidədir. Bəlkə sən də jurnalist olasan. Başa düşmürəm, sənin kimi vəksiz insanlar niyə qızların arxasınca qaçır? Bəlkə də ona görə ki, teatr səhnə paltarları kimi əldən ələ gəzmək istəmirik. Bax, bununla razıyam. Business klassda uçsan da sənə təşəkkür eləməli olacağım. Təşəkkür ehtiyac yoxdur dostum. Amma o arxada oturan adama bax, o eləməlidir. Ay, sizi tanıyıram. George bax, Frank Sinatra'dır. Nədir? Frank'ti. Ora bax George, evə çatdıq. Yox, hələ çatmamışıq. O bəzən hər şeyi qarışdırır. Ay sənə. Hər vaxtınız xeyir. Danışan Pankom 257-nin kapitanı Rayford Steel'dir. Məlumata görə qarşıda bizi kəskin hava şəraiti gözləyir. London uçuşumuz yol boyu rahat və sakit keçəcək. Xahiş edirik arxaya söykənin və mükəmməl xidmətimizdən həzz alın. Pulsuz yemək və içmək servisimiz birazdan başlayacaq. Şaquli vəziyyətdə əyləşin və rahat ol. Yox Johnny, onlara hər şey deməyə məcbur deyilsən. Sən əlindən gələni elə. Başlarını qat. Gördün ki, nəsə xoşuna gəlmir, rədd elə getsin. Xahiş edirik elektrik cihazlarınızı və mobil Alo. telefonları söndürün. Şirkətin maşını ilə Houston'a getmişdim. İndi Londona uçuram. Onlar sənədlərin imzalandığını öyrənənə qədər mən Londona çataram. Ay sağ ol, gözləyirəm. Yaxşı iş gör. Xahiş edirik mobil telefonlarınızı söndürün. Chloe! Chloe! Ey, bura gəl. Ah, ilahi, necə böyümüsən? Neynirsən? Yaxşı, düş görək. Mənə hava limanına nə salmışam? Hə, qoy baxaq, biraz gözlə görəcəksən. Aha, bax gör bu çantada nə var? Həmişə istədiyim beyzbol əlcəyi. Ana, bura bax. Chloe gəldi. Ana, Chloe buradadır. Ana! Ay, əzizim, ilahi. Salam. Sən necə də gözəl görünürsən. Hə. Nəsə içmək istəyirsən? Əlbəttə. Ana, Chloe mənə təzə beyzbol əlcəyi aldı.
6 saat Londona uçmaq. Bu qədər vaxt itkisini sevmirəm. Jet təyyarə ilə hər şey başqa cür olacaq. Doğrudan? Necə yəni? Müdafiə Nazirliyi hazırlayır. Müdafiə Nazirliyi dedin? Hə, yeni təyyarə üstündə işləyirlər. Bir dəfəyə 300 sərnişin daşıyacaq və 40 mach sürətlə uçacaq. New Yorkdan Londona 6 dəqiqəyə. 6 dəqiqəyə? Bəli, 6 dəqiqə. Bu olduqca sürətlidir. Məncə yalan deyirlər. Mən də belə düşünürəm. Məncə bunu öz başına düzəldə bilməzlər. Yəqin ki, mühəndislikdə nəyəsə əsaslanıblar. Məncə 51-ci sahəyə. Şərab zəhmət olmasa. Necə oldu? Atan təəccübləndi. Hə, o məni gözləmirdi. Yəqin getdiyinə görə pis oldu. İşdən zəng gələndə kefsiz görünürdü. Hə, hiss olunurdu. Uçuşun necə keçdi? Yaxşı, yaxşı idi. Dərslərin? Yaxşıdır. Hava limanında bilirsən kimlə rastlaşdın? Bak William'la. Hə, yəni Cameron William'la. Xəbərlərdəki oğlan? Hə, Doğrudan? Onunla söhbət eləyə bildin? hə, elədim. Əslində o çox yaxşı oğlandı. Gördüyüm ən mədəni oğlandı. Dedim ki, sən onun fanatısan. Yeri gəlmişkən, hər zəlzələdə dünyanın sonu gəldiyinə inanan təkcə sən deyilsən. Bir başdan xarab qadın hava limanında onun qabağını kəsdi. Bunu demək istəmirdim. Neysə, o çox yaxşı oğlandı. Chloe, əzizim. Təzyiq göstərmək istəmirəm. Bilirəm, sənə elə gəlir, amma istəyirəm, məni başa düşəsən. Bu mənim üçün vacibdir. Sənin kimi. İstəyirəm, sən hazır olasan. Nəyə hazır olum? Neysə. Sən mənim sözümü kəsmədən danışa bilərik. Ana, hələ indi gəlmişəm. Belə ağır mövzuları danışmağa halım yoxdur. Yaxşı. Sadəcə mənə qulaq as. Biraz. Sənin evə qayıtmağın üçün həmişə dua eləmişəm. Ona görə inanıram ki, səni bura Tanrı gətirib. Nə dedin? Məni Tanrı gətirdi? Məni evə Tanrı gətirmədi. Mən özümü gətirdim. Bileti mən aldım. Təyyarəyə mindim və gəldim. Tanrının buna heç bir dəxli yoxdur. Sənə bir sual verim. Əgər məni Tanrı gətirdisə, onda niyə atamı ad günündə Londona göndərdi, hə? Bəlkə də bizim bunları danışmağımız üçün. Məncə elə deyil. Təkcə ona əminəm ki, atamın indi burada olmamağının yeganə səbəbkarı Tanrıdır. Chloe! İndi qayıdıram. Yaxşı. Çantanızı qaldırmağa kömək eləyə bilərəm. Sizdən kömək istəyən oldu? Sizin üçün onu yuxarı qoya bilərəm. Hə? Özüm də qoya bilərəm. Nə baxırsan? Nəsə soruşmaq istəyirsən? Maraqlıdır necə maşın sürürəm? Paltarları hardan alıram? CD-imi necə ifraz eləyirəm? CD nədir? Bu mənim atamdır. O futbol oynayır. Çox gözəl. Əgər qolu sağalsa, sabah televizorda olacaq. Atanın oyunlarını televizorda göstərirlər. Hansı komandadır? Jets! Bəs qoluna nə olub? Kozmo, mənim itim. O eləyir, qolumu çitləyir. Doğrudan? Atam da çox istəndi. Kozmonu götürüb yerə çırpdı. Sənə demədim o biri sərnişinləri narahat eləməz. Bağışlayın.
Sən də deyəsən, pis adamsan. Kəsib uşağı verəcəksən. Atası peki Karvel'de. İnanmıram ki pula ihtiyacı olsun. Hara gedirsən? Gezməyə. Onlar mən də gəlim. Remi, indi yox. Xahiş eləyirəm. Yaxşı, çantanı götür gəl. Əla. Əyləncə mərkəzinə gedək. Əlbəttə gedə bilərik. Eşitdim oyunlara 80% indirim var. Səncə anamız dəli olur? Hə? Yox. Yox, sadəcə mən səbirsizəm. Ata deyir ki, keşiş Bruce onun beynini doldurur. Yox, o zarafat eləyib. Zarafat? Mən heç nə başa düşmürəm. Elə mən də. Yol bağlıdır. Başa düşürəm, çətindir. Nə deyirsən? Ad günündə uçuşda olmaq. Elədir, amma evin xərclərini də ödəmək lazımdır. Chloe şəhərdə nə qədər qalacaq? Hə, yol hələ ki təmiz görünür. Mən gedim biraz dincəlim. Həm də sərnişinlərə baxım. Remi, sən nə edirsən? Məni qorxudan öldürmək istəyirsən? O nə idi? Onu ala bilərəm. Yox, ala bilməzsən. Cəmi bir neçə dollardı. Gəl, gedirik. Bax gör məndə nə var. Sənə borcumu ödəmək üçün bir yol tapacağım. Nə olub? Heç nə. Fikirləşdim gərək səhnəyə daha yaxın yer alardım. Kofe istəyirsən? Görəsən hər şey düzələcək? Nə? Anamı deyirəm. Bilirsən, sən ona düzəltdiyin qolbağı o hələ də taxır. Heç çıxartmır. Onların arası düzələcək. Anamla atamın. Hə, əlbəttə. Atamı sadəcə işdən çağırdılar. Getməli oldu.
Atam sənə mənim oyunumdan danışdı? Zarafat eləyirsən? Bütün günü səndən danışdı. Dedi ki, sən dünyanın ən yaxşı beyzbol oyuncususan. Bilirsən nə var? Nə? O düz deyir. Səni çox istəyirəm. Sənin üçün darıxmışdı. Kaçı. Benim kızımı görmüşsünüz. Onu görmüşsünüz. Hani benim kızım. Benim kızım. Ne baş verir? Kızımı görmüşsünüz. O hardadır? Oturun, hamı yerinə keçsin. Yerinizdə oturun. Benim kızım hardadır? Axı ne baş verir? Oturun, hamı yerinə keçsin. Yerinizdə oturun. Chris! Chris, qapını aç! Chris! Bu nədir belə? Xahiş edirəm, sakit olun. Reymi! Kızım hardadır? Hamı yerində əyləşsin. Oturun. Hamı yerine geçsin. Yerinizde oturun. Hamı yerinde otursun. Bağışlayın. Göresen ne olur orada? Hörmətli sərnişinlər, özünüzü ələ alın. Panikaya düşməyin. Hamı yerinə keçsin. Xahiş eləyirik, yerinizdə oturun. Ne meseledir böyle? Benim kızım. Onu gören olup. Hani benim kızım? Nə olub burada? Gəlin gedək. Bunun cavabını verməlidirlər. Kapitanı görmək istəyirəm. Yox, yox, dayanın. Xahiş eləyirəm, yerinizə keçin. Kapitanla danışmalıyıq. Düzdür. Mən kapitanla danışmaq istəyirəm. Sakit olun. Kapitanı görmək Xahiş eləyirəm, istəyirəm. yerinizə keçin. Yox. Ara böyle. Çekilin. Çekilin. Keçin yerinizə. Diqqət, danışan kapitandır. Diqqət, hamı dərhal yerinə keçsin. Yerinizə keçin. Dərhal yerinizə keçin. Kapitanı görməliyik. İzah eləməlisiniz, nə baş Sakit verir? Sakit olun, yerinizə keçin. Təyyarədə hava sıxlığı artır. Xahiş edirik, əyləşin və oksigen maskalarını taxın. Dəhşət, bu nədir belə? İlahi. Get görüm. İrəli, irəli. Tez ol, sür. Testi signalladın.
Danışır Pankom 257. Fövqəladə vəziyyət var. Danışır Pankom 257. Fövqəladə vəziyyət var. Kömək, kömək. Danışır Pankom 257. Cavab gözləyirəm. Təzyiq normallaşdı. Maskanı çıxara bilərsən. İndi bu təyyarədə hamının ölüm qorxusu bürüyüb. Sənin köməyinə çox ehtiyacım var. Bacararsan. Hə, Mən indi sərnişinlərə məlumat verməyə gedirəm. yaxşı. Salam, mən kapitan Stiləm. Xahiş edirəm hamı kəmərlərini sıx bağlayıb otursun. İndi oksigen maskalarınızı çıxara bilərsiniz. Nə baş verir? Uşağım, mənim uşağım hardadır? Hamı cavab gözləyir, başa düşürəm. İnanın, mən də sizinlə eyni vəziyyətdəyəm. Amma onları tapmaq üçün əlimdən gələni eləyəcəm. İndi sizi qorumaq üçün mən işimi görməliyəm. Qorumaq? Nədən qoruyacaqsan? Dedim ki, əyləş. Elə öz təlaşımızdan qoruyacağam. İndi bu təyyarədə ən böyük təhlükə təlaşdır. Uçuş komandasından xahiş eləyəcəm ki, itənləri qeyd eləsin. Onlara nə olduğunu bilmirəm, amma hamısını tapmalıyıq. Hələ ki, heç bir stansiya ilə əlaqə saxlamaq olmur. Bilmirəm bu. Bu hadisə təkcə bizim təyyarədə baş verib, yoxsa həmin bölgədəki başqa təyyarələrdə də olub. Amma söz verirəm ki, bir məlumat öyrənən kimi sizə də xəbər verəcəm. Elə bu? Ay səni. İlahi. Əcəb sakitləşdirdi. Reymi! Zəhmət olmasa mənə su gətirin. Oldu mis bu dəqiqə. Kimi? Aman tanrım. Kimi də yoxa çıxıb. Rey, nə baş verir? Hadi, özünə əl almalısan. Qucaqla məni, qucaqla. Hadi, mənə bax. Üzümə bax. Fövqəladə hallar üzrə bizə dərs keçiblər, düzdür? İndi işimizi görməliyik. Bu vəziyyətdən çıxmalıyıq. Nə olur olsun, diqqətimiz işimizdə olmalıdır, yaxşı? İndi qulaq as. Arxaya get, sərnişinləri sayıb, itənlərin adlarını qeyd elə. Ən azından kimlərin yoxa çıxdığını bilməliyik. Oldu? Yaxşı. Rey, mən qorxuram. Sən qorxmursan. Qorxacam. Amma vaxt tapan kimi. Kömək eləyin, kömək eləyin. Heç kim bilmir körpəm hara getdi. Xahiş edirəm, kömək eləyin. Təəssüf edirəm. Mənim körpəm hara getdi. Danışan Cameron William'dır. 257 sayılı London reysindən xəbər verirəm. Londona doğru Atlantik üzərində bir yerdəyik. Havalimanından hardasa 3 saat əvvəl göyə qalxdıq. Hal-hazırda olduğum təyyarədə qeyri-adi hadisələr baş verir. Ma'am, nə gördünüz? Danışa bilərsiniz. Bilmirəm.
Uşağım etdi. Birdən-birə yoxa çıxdı. Nə vaxt oldu deyə bilərsiniz? Heç nə bilmirəm. Burada oturmuşdu. Qucağımda tutmuşdum. Birdən-birə əlimdə, elə əlimdəcə yoxa çıxdı. Elə bil oturacaqlardan qışqırıq səsi gəldi. Bilmirəm. İnanılmaz olsa da, amma bu təyyarədəki insanlar bir-bir yoxa çıxdılar. Paltarları, şəxsi əşyaları, hər şey isə buradadır. Hər şeyləri burada qalır. O mənim qardaşımındır. Yox. Siz yaxşısınız? Sakit olun. O da... Yox, ola bilməz. Nə ola bilməz? Yox. Mən bilirəm burada nə baş verir. Nə bilirsən? Belə. Bu sadəcə pis səyahətdir. Mən özümə gəlməliyəm. Həmişə belə davam eləməyəcək. Hey, burada kimsə var? Hey. Hər şey düzələcək. Gəl yerində otur. Bax belə. Kəmərdə bağlayaq. İndi təhlükəsizlikdəsən. Dedin ki, nə olduğunu bilirsən. Kim bilərdi ki, bunlar olacaq? Yaxşı, sakit ol. Hər şey qaydasına düşəcək. Heç kim bilməzdi belə olacaq. İndi sakit ol. Sakit, arxaya söykən, rahat ol. Çalış yuxuya gedəsən. Nə gördüyünü deyə bilərsən? Mən də sənin gördüyünü görürəm. Buradan baxanda fərqli bir mənzərə yoxdur. Yəni, bu hadisədən əvvəl qeyri-adi bir şey gördün? İşıq ya da nəsə səs? Yox. Bəs oradakı? O kimdir? Mən nə bilim kimdir, adamdır. Bəs bu adamda nəsə qeyri-adilik var idi? Görmürsən cavan oğlan. Burada hamıda nəsə qəribəliyi var. Çək bu zibili o yana. Salam. Bura Stillerin evidir. Xahiş edirəm adınızı və nömrənizi deyin. Ana, telefona cavab ver. Nə baş verdiyini başa düşmürəm. Remi, evdəsənsə, məni eşidirsənsə qulaq as. Bilirəm, qorxmusan. Mən də qorxmuşam. Amma xahiş edirəm. Telefona cavab ver. Səsini eşitməliyəm. De ki, yaxşısan. Sizi çox sevirəm.
Səni çox sevirəm. Məncə indi hamımız ancaq dua eləməliyik. Dua eləyək. Kimə? Allaha. Kimin Allahına? Sənin? Yoxsa mənim? Sadəcə Allaha. Bilirsən nə var? Yox. Hörmətli sərnişinlər, hələ ki yolun yarısına çatmamışıq deyə təyyarəni New Yorka geri sürürəm. 3 saatda hava limanında olmalıyıq. Bağışlayın. Reymi! Geri çəkilin, geriyə! Heç kim yaxınlaşmasın. Bax belə. Salam, mən İren Stiləm. Yaxşısan? Saya bildin? Çalışdım. Amma sərnişinlərin çoxu yerində oturmayıb. Bəlkə də artıq orada yoxdular. Çox qorxurlar, Rey. Biz hamımız qorxuruq. Ümid eləyək ki, bu bir də təkrar olunmayacaq. Heç vaxt. Bu nədir? Charlie 1581, bu Pankon 257-dir. Məni eşidirsiniz? Charlie 1581, fövqəladə vəziyyət var. Tez cavab verin. Charlie 1581, bu Pankon 257-dir. Charlie 1581, bu Pankon 257-dir. Məni eşidirsiniz? Düz üstümüzə gəlir. Get sərnişinlərə təlimat ver. Tez ol! Bütün sərnişinlərin nəzərinə dərhal yerinizə keçin və kəmərləri bağlayın. Charlie 1581, bizim hava sahəmizə daxil olmuşsunuz. Mən 300 metr yüksəliyə qalxıram. Təkrarlayıram, 300. Sos. Danışır Pankon 257. Təyyarə qəza vəziyyətindədir. Charlie 1581 yerə düşür. Koordinatlarımız 4-8. Bu fövqəladə vəziyyətdir. Bir təyyarə yerə düşür. Axtarış xilas etmə komandası göndərin. Təkrar eləyirəm, bu fövqəladə vəziyyətdir.
Sənin problemin nədir? Doğrudan bunun bir qrup terrorçunun hazırladığı silahın işi olduğuna inanırsan? Bu sənin üçün maşınları partladan bomba deyil. Əgər bu silahla edilən əməldirsə, onda bizim dünyaya aid deyil. Nə demək istəyirsən? Yəni, məncə, onları qaçırıblar. Yad planetlilər? Yaxşı görək. Bunun dediyinə inanırsınız? Yavaş. Qaldır. Hə, Bax belə. Ehtiyatlı ol. bax belə. Əla. Getdik. Hamı yaxşıdır? O biri təyyarədə vəziyyət necədir? Bilmirəm. Mənə kamera lazımdır. Təyyarənin qanadının şəklini çəkib kapitana göstərməliyik. Bağışlayın, bağışlayın. Bağışlayın. Çəkilin, çəkilin. Reymi! Reymi! Ehtiyatlı olun. Çəkilin görək, çəkilin. Ehtiyatlı olun, ehtiyatlı olun. Yol verin. Yavaş yavaş. Yavaş. Xahiş edirik 17 nömrəli qapıda gözləyin. Xahiş edirik 17 nömrəli qapıda gözləyin. Bura gəlin, bura, bura. Yol verin. Belə. Mən bunları çəkə bildim. Görünür, qanadı itirməkdən qurtulduq. Qanadı əyləci gedib. O tamamilə yoxdur. Onda nə ola bilər? Enəndə sürət azaltmaq daha çətin olacaq. Hava limanındakı ən uzun eniş zolağına inməliyik. Yaxşı ki, quyruğa bir şey olmadı. Deməli, uğurlu günümüzdür. Hamısı yoxa çıxdı. Təkcə körpələr yox, bütün uşaqlar yoxa çıxdı. Əminsiz? Mən qardaşımı axtarıram. Həkimlər danışanda eşitdim. Təkcə burada deyil, hər yerdə belədir. Bütün dünyada. Bu hadisədən sonra uşaqları görən olmayıb. Hamısı yoxa çıxıb. Deyəsən, kompüterin bəzi sensorları zədələnib. Kameran, avtopilot işləmir. Ged bax gör, təyyarənin hansısa hissəsindən maye axmır ki. Bunu eləyə bilərsən. Yanacaq demək istəyirsən? Bir neçə metrlə qalxmaq istəyirəm. Bu məsafəni azaldacaq.
bir bu çatmırdı. Biz geri qayıtmalıyıq, geri qayıtmalıyıq. Onsuz da qaydırıq, lap az qalır. Yox, yox. Yəni onları itirdiyimiz yerə. Ora qayıtmalıyıq. Mən uşağımı tapmalıyam. Yanacağı itiririk. Evə qayıtmaq üçün çatmaya bilər. Nə? Evə qayıda bilməyəcəyik? Ehtiyat yanacağımız var, narahat olmayın. Təyyarə yanır. Əgər öləcəksə, haqlarımızı bilməliyik. Heç kim ölməyəcək. Hey, hamı qulaq assın. Heç kim ölməyəcək. Mən eşidirsiniz? Xahiş eləyirəm, hamı yerinə keçsin. Kapitan Əyləşin, düz xahiş deyir. eləyirəm. Bilirəm, çətindir, amma hamımız sakitləşməliyik. Sakit olun. Təyyarədə yanğın var. Harda? Bu tərəfdəki qanatda. Yanğın bütün qanadı bürüyüb, yoxsa bir hissəsini? Yox, bir hissəsini. Amma çox böyük hissədir. Biz uçuşa davam eləyərik. Öz-özünə sönər. Nə? Yanacaqdır. Əlimizdə qalan yeganə yanacaq. Qayıtmağımıza bəs eləyəcək? Ümid eləyək ki, hə. Sızıntının buradan, yoxsa buradan olmağından asılıdır. Bəs indi neyniyək? Qoyaq yansın, görək nə qədər yanacaq. Yanğın söndü. Yanacağın səviyyəsi dəyişməyib. Yəni hamısı boşalıb? Bilmirəm. Üstəlik lifti də itirmişik. Nə? Lift adlı hissəni. Onsuz qalxa bilmərik. Görünür New York enişimiz 2 saat tez olacaq. İnana bilmirəm, heç kimlə əlaqə saxlamaq olmur. Telefonun işləyir. Mən jurnalistəm. Mən də pilotam. Yaxınlığımızda bircə təyyarə var idi. O da gəldi bizə dəydi. Onlarla danışmısan? Bitən sərnişinləri var? Sərnişinləri bilmirəm, amma bir onu bilirəm ki, o təyyarəni idarə edən heç kim yox idi. Bağışlayın, birdən ağlıma gəldi. Bəlkə onlar hələ də buradadılar. Nə? Demək istəyirəm ki, bəlkə biz onları görmürük. Onlar gözə görünməz olublar. Heh, çox məntiqsizdir. Görünməz olmaqları yoxa çıxmaqlarından məntiqsizdir.
Sizin zənginiz qeydə alınıb. Fövqəladə vəziyyətə görə Dua elə. Kim haqqında nə bilirsən? nə? Onu yaxşı tanıyırdın? Çox da yox. Sadəcə rəfiqəm idi. Əşyalarına baxa bilərsən? Hansı əşyalarına? Hansı olur olsun, çanta, jaket, pul kisəsi, nə olsa. Gedib onları bura gətirə bilərsən, xahiş edirəm. Yaxşı. Hava sahəmizə başqa təyyarə daxil oldu. Charlie 1581. Düz üstümüzə gəlirsən. Təyyarəni 300 metr yuxarı qaldırıram. Təkrar edirəm. 300. Çantanı boşalt. Çantanı boşalt. Tez, tez, tez. Nə axtarırsan? Cümə axşamı saat 13:30. Bibliyanı öyrənmək. Ya mən ağlımı itirirəm, ya da bütün dünya dəli olub. Nədən danışırsan? Deyəsən mən bilirəm onlar hardadır. Bəlkə biz indi başqa məkandayıq. Nə demək istəyirsən?
Yəni bəlkə hansısa kosmik zaman dəliyindən keçmişik. Nəzəri olaraq indi o itan adamlar bizimlə eyni məkanda yox, başqa bir məkanda mövcuddular. Bu dəlilikdir. Bəsdir. Hamınıza deyirəm. Mən bilirəm burada nə baş verir. Doğrudan? Sənə nə qədər pul veriblər? Siz nədən danışırsınız? Bunu elədiyimə inana bilmirəm, amma o mənim qızımdır. Miss, nədən danışırsınız? Başa düşmürəm. Ayağa dur. Onu hardan tapdın? Sən. Bəli. Sənə nə qədər veriblər? Nə? Qızımı hara aparıblar? Xanım, başa düşmürəm, nə danışırsınız? Mənim ərim. Xanım, xahiş edirəm. Kes səsini. Xanım, əriniz kimdir? Heç olmasa bunu deyin. Niyə belə eləyirsiniz? Qulaq asın. Söz verirəm. Ərinizi heç vaxt görməmişəm. Planınız nədir? Hə? Xanım, əslində sizi başa düşürəm, amma bilirsiniz... İstəyirsən sifətini güllə ilə deşim? Yox, yox. Cənnətdə? Rey, sənə nə olub? Əvvəllər Tanrıdan danışmazdın. Sən bunları hardan eşitmisən? Kim danışıb? Mənim arvadım. Xanım, xahiş edirəm. Ona fikir verməyin. O axmağın biridir. Heç bir qruplaşmanın üzvü ola bilməz. Mənəm axmaq. Bəs bu qadın? Xanım, xahiş edirəm. Silahı mənə tuşlayın. Bax belə. Yaxşıdır. Yaxşı. İndi deyin görüm nədən şübhələnirsiniz? O məni qızımdan ayırmağa çalışır. Elə bilir, istədiyini eləyə bilər. Qızımı o qaçırdıb. Mən yuxuya getmişdim, yəqin kimsə heç kimə nəsə qatıb. O eləməz. Ola bilməz. Mən yuxuda olanda bu təyyarə yerə enib. Onda qızımı aparıb. Hamınıza pul verib ki, mənə yalan danışasınız. Onu bir də itirə bilmərəm. Yox. Qulaq asın. Mən yatmamışdım, oyaq idim. Bu təyyarə heç vaxt yerə enməyib. Heç kim bu təyyarədən çölə çıxmayıb. Onda qızım hardadır? Onu bir də itirə bilmərəm. O mənim yeganə varlığımdır. Dəli olduğumu fikirləşirsiniz, hə? Bəs mən nə deməliyəm? Eləcə yoxa çıxıb deyim? Mən bilirəm o hardadır. Keşiş Bruce. Chloe. Oh, yox. Şükür, hələ də buradasınız. Anamları Emini tapmayanda qorxdum. Birdən elə bildim ki, Tanrı onları da öz yanına. Elədi Chloe. Söz verdiyim kimi bir göz qırpımında. Nə? Bu doğrudur. Bəs siz niyə hələ buradasınız? Bibliyada yazılıb. Valideynlərim məni yay düşərgəsinə göndərəndə hamı ondan danışırdı. Deyirdilər ki, bir gün milyonlarla insan birdən-birə sadəcə yox olacaq. Milyonlarla insan başqa nə deyirdilər? Yadımda deyil. Çoxdan olub. Deyirsən ki, bu şeytan əməlidir? Yox, bu Tanrının işidir. Bircə demək ki, buna inanırsanız. Mənim nəyə inandığımın heç bir əhəmiyyəti yoxdur. Hardadılar? Hara gediblər? Cənnətə. Bəlkə düz deyirdi. Necə yəni? Bəlkə mən doğrudan dəliyəm. Yox, dəli deyilsən. Bəlkə o mənsiz daha xoşbəxt. Belə demə.
Yox, yox. Lazım deyil. Dayan. Bəlkə dünya mənsiz daha yaxşı olacaq. Qulaq as. Eləmə, lazım deyil. Onun üçün öz həyatından keçə bilməzsən. Sizin uşaqlarınız var, William. Yox, yoxdur. Amma bir anam var idi. Xəstə idi. Atam hər yol əl atdı. Həkimlər, dərmanlar. Amma heç biri kömək eləmədi. Bir gün məktəbdən qayıtdım və onu gördüm. O uzanmışdı. Qulaq as. Katiyə bunu eləyə bilməzsən. Bugün burada olanların səbəbini bilmirik. Amma bu Katinin günahı deyil. Mən eşidirsən? O indi hardansa bizə baxır. Afərin. Bunu ver. Hadi. Bunun bizimlə əlaqəsi yoxdur. Bu həqiqətlə bağlıdır. Fikrim bu həqiqətdə olmalıdır. Nə həqiqət, Rey? Ciddi deyirsən? Hə. Bunun keçmişimizlə əlaqəsi yoxdur. İndiki zamanla əlaqəsi var. Bugün bu təyyarədə olanlar bəlkə də bütün dünyada baş verib. Deyirsən hamısı cənnətə getdi. Gəldiyin nəticə budur. Bu təyyarədən kənarda heç kimlə danışmadan sadəcə ağlına gələn ilk varianta inanıb nəticə çıxarırsan. İrem bunun olacağını bilirdi. Özü də bütün xırdalıqları ilə. Bu necə mümkün ola bilər? Bu hadisənin olacağını, yoxa çıxacaqlarını, hətta paltarların burada qalacağını, hamısı. Bunları necə bilib? Sən özün fikirləş. Bu necə mümkün olub? Və sən niyə fikirləşmirsən? Sən mənə arvadın haqqında yalan dedin. Arvadına bu səyahət haqqında yalan dedin. Sən hətta öz qızına da yalan dedin. Deyəsən sən həyatındakı bütün insanlara yalan danışa bilirsən. İndi isə mənə Tanrıya inanmaqdan danışırsan. Fatih. Başa düşmürəm. Siz hər gün buradasınız. Burada işləyirsiniz, dua oxuyursunuz. Bunlar nəzərə alınmır. Necə yəni? Bütün sözləri bilirdim. Bütün bölümlərdəki ayələri əzbər bilirdim, amma bəs eləmədi. Əsas odur ki, inanasan. İnanım? Nəyə inanım, hə? Atamı öldürən Tanrının varlığına? Yoxsa anamı və qardaşımı bu dünyadan uğurlayan Tanrıya? Təyyarə qəzaları törədən, şəhərləri darmadağın eləyən Tanrıya? Onları qorumaq üçün yanına apardı. Nədən qorumaq üçün? Bu dünyanın tarixinin ən qaranlıq dövrlərindən. Zülmlərdən, müharibələrdən. Onları qaranlığın 7 ilindən qorumaq üçün cənnətə apardı. Bəs qalanlarımız necə olacaq? Mənə nə olacaq? Mən nə etməliyəm? Nəsə eləməyimiz vacib deyil. Əsas odur, özümüzü təslim eləyib bağışlanmağı diləyək. Bəsdir! Anamın inandığı Tanrı heç vaxt belə şey eləməzdi. Heç vaxt! Mən buna inanmıram. Chloe, xahiş eləyirəm, mənə qulaq as. Sənə qulaq asam? Nəyə görə? Sən heç özünə qulaq asmırsan. Yaxşısan, marşal? Hə. Məharətin haqqında eşitdim. Pankon 267, danışır idarə qülləsi. Qüllə, Pankon 257 eşidir. Pankon 257, danışan Markusdur. Rey, sənsən? Markus, Rey, hardasan? JFK-ya 20 dəqiqəlik məsafədəyik. Geri qaydırıq. Siz neçə nəfər itirdiniz? Deməli, bu hər yerdə baş verib? Bütün planetdə dostum. Dəqiq sayı bilmirik. Amma milyonlarladır. Ailəmdən xəbərim var. Birinə zəng elə. Gör, onlar salamatdırlar. Yanacağınız nə qədərdir? Çox az qalıb. Dənizə düşmədən quruya enə bilsək, bəxtimiz gətirər. Qulaq as Rey, hər yerdə düşən təyyarələr var. Eniş zolaqlarında təyyarələr əlindən boş yer qalmayıb. JFK-ya enməyin, mümkün deyil. Bəs Laguardia necə? Orada elədir Rey. Bəs ara? Boşluq əraziyə enməlisən. Markus, əraziyə enə bilmərəm. Hava
Havada dövrə vur. Hazır olanda mənə de. Dövrə vurmağım mümkün deyil. Onlarla danışmalısan. Bizim üçün eniş zolaq açmalıdırlar. Markus. Markus. CFK İdarə Mərkəzi. Danışan Pankon 257-dir. Yanacağımız tükənir. Fövqəladə vəziyyətdəyik. Açıq eniş zolağına ehtiyacımız var. Bəs ikinci planımız yoxdur. Səninlə açıq danışacağım. Təkcə yanacağımız tükənməyib. Həm də mühərrirlərin itələmə gücü düşüb. Ən yaxın meydan CFK-dır. Təki bəxtimiz getirsin, buradan ora özümüzü çatdıra bilək. Sadəcə bir yolumuz var. Ümid edirəm iniş zolağını tezliklə təmizləyərlər. Dənizə inə bilmərik. Burunu yuxarıda tuta bilməyəcəyik. Suya düşən kimi təyyarə parça-parça olar. Bacarmaram. İnsanlara bəzi səhvlərini düzəltmək imkanı vermədən aşağı inə bilmərəm. Bacarmaram. Sən Tom'un qızı Spencer Boxster deyilsən. Yəqin məni xatırladın. Səninlə atanın ofisində qarşılaşmışdıq. Mən balaca sarı masa arxasında əyləşmişdim. Səhv eləmirəmsə, atan ofisi hər şeyin ən yaxşısı ilə bəzəmişdi. Amma o balaca plastik masa da həmişə yanındaydı. Həmin o masa elə bil otağın ən gözəl mebeli idi. Bəzən o masa atamı görə bilməyim üçün yeganə vasitə idi. Hə, ən azından əlindən gələni eləyirdi. Mənim də balaca qızım var. Yəni o vaxt balaca idi, indi ərdədir. Mənim ofisimdə qızım üçün masa yox idi. Əslinə qalsa mən həmişə məşğul idim. Onu demək olar ki, görə bilmirdim. Bilirsən, insanlar yoxa çıxan vaxta qədər qızım yadıma düşmürdü. Kaş bunu daha tez anlayaydım. Bütün fikirləşdiyim yalnız pul və imtiyazlarım idi. Bunları mükafat kimi görürdüm. Çox təəssüf eləyirəm. Cənnət barədə dediklərin yadındadır. Onun da cənnətdə olmağını çox istəyirəm. Ümid eləyirəm, mən evə gedəndə orada olmaz. Bir şey xahiş eləyə bilərəm. Mənim üçün Chloe-yə zəng vura bilərsən? Onsuz da bayaqdan cəhd edirəm. Təyyarəyə minəndən onun haqqında fikirləşirəm. Səni başa düşürəm. CFK qülləsi, mənə eşidirsiniz? Qəbul. Artıq quruya yaxınlaşırıq. Yanacağımız tükənmək üzrədir. Açıq eniş zolağına ehtiyacımız var. Təkrar edirəm, açıq eniş zolağına ehtiyacımız var. Qulaq asın. Bu təyyarədə çoxlu adam var. Yanacağımız tükənir. Qanad əyləcimiz, liftimiz yoxdur. Mühərrirləri tərs istiqamətdə işlədib, sürəti azalda bilərəm. Konsertə biletləri götürəndə sən də yanındaydın. Oradaydım. Nə deyə bilərəm? Çox pis oldu. Kaş bugün onu getməyə qoymazdım.
Hardan biləydin ki, belə olacaq? Bir onu bilirəm ki, o sırf məni görmək üçün gəlmişdi, amma mən dayanmadım. Onu tək qoydum. Qızımın orada olmağının səbəbini yalnız Tanrı bilir. O səni çox sevir, Rey. Başa düşəcək. Bunun bir-birimizə son sözümüz olduğunu qəbul eləyə bilmərəm. Bu gün həyatımın ən pis günüdür. Bunu qəbul eləyə bilmərəm. Ona həqiqəti deməliydim. Anasının günahsız olduğunu, mənim təqsirkar olduğumu deməliydim. İrem mənə Tanrıdan danışanda ondan uzaqlaşırdım. Tell me what does it look like in heaven? Is it peaceful? Is it free like they say? Does the sun shine bright forever? Have your fear and your pain gone away? 'Cause here on earth feels like everything good is missing since you left. And here on earth everything's different. There's an emptiness. Ana. Bilmirəm məni eşidirsən ya yox. Sadəcə bunu demək istəyirəm. Bu səhər ailəmizin parçalandığını hiss eləyirdim. Buna görə səni günahlandırırdım. Bilirəm, qəlbini qırdım. Məni bağışla. Mən çox peşmanam. Bağışla məni. Alo. Kimdir? Chloe. Mənəm, bax. Bak, çok şükür salamatsan. Atam hardadır? Burada, yanımdadır. Chloe, sən yaxşısan? Ata, elə bildim ölmüşsən. Sən yaxşısan? Hə, hə, deyəsən. Anamla Remi yoxa çıxıblar. Onlar yoxdular. Anan bunu mənə demişdi. Bilirəm, mənə də demişdi. Səni çox sevirəm əzizim. Səni dünyada hər şeydən çox sevirəm. Mən də ata, mən də. Sənə bugün yalan dedim. Yanında ola bilərdim. Məni bağışla. Mən səni çox istəyirəm. İstəyirəm ki, bunu biləsən. Bir dəqiqə ata, niyə belə danışırsan? Nə olub, sən haradasan? Hələ də havadayıq. Evə qaydırıq. Amma bir problem var. Hava limanları bağlıdır. Yollar tıxanıb. Eniş eləməyə yerimiz yoxdur. Nə? Qızım, bilirsən, yanacağımız da azalıb. Chloe, Ata, Chloe. Xanımlar və cənablar, New York hava sahəsinə daxil oluruq. Əla. Amma bir problemimiz var. Bütün hava limanları bağlıdır.
Oturacaqlarınızdan durmayın. Kəmərləri bağlı. Yaxşı, bağlayar. Kəmərlərinizi sıx bağlayın və sakit oturmağa çalışın. Sizə açığını deyirəm. Vəziyyətimiz çox ciddidir. Yerdəkilərlə əlaqə saxlamağa çalışırıq. Eniş edə biləcəyimiz başqa bir yer axtarırıq. Yanacağımız da azalıb. Xahiş edirəm. Uçuş komandasının təlimatlarını yerinə yetirin. Və əgər duanın gücünə inanırsınızsa, əsl vaxtıdır. Məndən dua eləyərsən. Əlbəttə, gəl. Heç nə yoxdur. Hələ də siqnal tutmur. Sən yoxlamağa davam elə. Yaxşı. Təyyarəni endirməliyik. Endirmək? Hara? Suya. Suya? Bilirəm. Bəs demişdin ki... CFK-ya enmək üçün kifayət qədər gözlədim. Boş yer yoxdursa, ora eniş eləməyin mənası yoxdur. Hava limanının ətrafındakı yerləşdirmə əraziləri də doludur. Təyyarəni endirə biləcəyimiz heç bir yer yoxdur. Bu, Queen satılan 400 tonluq raketi bərabərdir. CFK qülləsi, danışır Pankon 257. Təcili eniş icazəsi istəyirəm. Hamı diqqətlə mənə qulaq assın. Sizə fövqəladə vəziyyət prosedurunu izah eləyəcəm. Xilas edici ciletləriniz oturacaqların altındadır. Kəmərlərinizi sıx bağlayın. Və təyyarə dayanana qədər açmayın. Həmçinin uçuş komandasının təlimatlarına əməl edin. CFK 257, bizə təcili eniş icazəsi lazımdır. Elə bu dəqiqə. CFK, danışan 257 Pankondur. Bizə təcili boş yer lazımdır. Zibi. Tez ol. Bak, beni eşidirsən? Chloe, Mikrofonu aça bilərsən? Deyəsən enişələyə yeri tapmışam. Ticarət mərkəzinin yanındakı yolda. Şərq-qərb şosesi. Lazım olan sahəni təmizləyə bilərəm. İzləmə cihazlarımız xarab olub. Qaranlıqda o yeri tapa bilməyəcəm. Chloe, telefonunda kompas proqramını aç. Yaxşı, gözlə. Yaxşı, açdım. Ekranın aşağısında rəqəmlər görəcəksən. Onu mənim üçün oxu. Hə, 40, 66, 34, şimal. 73, 78, 32 qərb. Oldu. Yolun nə qədər hissəsi boşdur? Təxminən yarım mil. Hələ biraz da var. Nə qədər? Mənə azı 1 mil lazımdır. Yaxşı gözlə. Chloe, xəttəsən? Təxminən 700, 800. Bak məni eşidirsən? Alo? Zibi.
İşte görək. Zarafat eləyirsən? İşte! Görə biləcəyimiz bir işarə lazımdır. Yolun hardan başlandığını görməliyik. Necəsiz? Yanınızda otura bilərəm? Əlbəttə. Əriniz qaydana qədər. Olar? Yanacağımız qutardı. Nə? Yox. Hələ də eniş eləyə bilərik. Sürüşüb endirə bilərik. Amma yerə çox sərt dəyəcək. Əyləclərdən başqa sürəti azaldacaq heç nə yoxdur. Ata, Chloe, Davam elə. mən yolu axıra qədər təmizlədim. 900 metrə qədər gəldim. Amma ağır iş maşınları yolumu kəsib. 900 metr tam təmizləndi. Bir də parlaq bir işıq lazımdır ki, eniş dolağının harda başladığını görə bilim. Yaxşı, işıqları yandırıb söndürürəm. Görürsən? Yox, mən çox yüksəkdəyəm. Daha böyük və parlaq bir şey lazımdır. Yanğın kimi bir şey. Vaxtımız bitir. Dərhal eniş eləməliyəm. Chloe! Axı sənin alışqanın hardadır? Birdən aşağıda kifayət qədər yer olmasa, İstəmirəm ki, Chloe bunu öz səhvi kimi görsün. Bu qədər. Enişdə keçirəm. Bir şey görə bilirsən? yox. Baxmağa davam elə. 3 mil qaldı. Bu son çıxış yolumuzdur. Zolağın başladığı yeri görməliyik. Hələ ki heç nə yoxdur. Bir şey elə qızım. Oradadır. Tez ol Tərpən. Möhkəm dur. Hə? Ata, arka tekerler açılmıyor. Oh, eve çattık.
Yaxşısınız? Hamı təyyarədən insin. Tez olun. Bu dəqiqə. Ay aman, tüstüdən boğulduq. Cəld olun, çıxın. Dayanın, bir-bir gəlin. Enənlərə kömək eləyin. Gəlin, kim düşsə o biriləri üçün yolu boşaltsın. Gəlin, tez olun. Cəld olun, ehtiyatla. Düşün, düşün, düşün. Tez olun, tez olun. Bax belə, tez olun. Gəlirik, gəlirik. Dayanmayın, cəld olun. Diş görüm. Ey, ey! Ey! Balaca olmasaydın dersini vererdim. Bak, Chloe. Çox sağ ol. Əla iş gördün. Elə sən də. Hadi. Üzr istəyirəm. Bilirəm. ata. Burada səninlə birlikdə qalmalıydım. Ananla Reymini tək qoymamalıydım. Çox şadam ki, salamatsan. Bəlkə bunu istəyərsən. Nəhayət ki. Yaxşısınız. Elə bil dünyanın sonudur. Yox, hələ ki yox. Deyəsən bu hələ başlanğıc. Ama o günü ve saati hiç kimse bilemez. Markos 13:32. Children died, the days grew cold. A piece of bread could buy a bag of gold. And I wish we'd all been ready. And there's no time to change your mind. The sun has come and you've been left behind. A man and wife asleep in bed. She hears a voice and turns her head. He's gone. I wish we'd all been ready. Two men walking up a hill. One disappears and one's left standing still. I wish we'd all been ready. And there's no time to change your mind. The sun's come and you've been left behind. Oh, oh yeah. Oh, 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 oh. Wish you'd been ready. Yeah, yeah. All right. The Father spoke, the demons died. How could you have been so blind? There's no time to change your mind. The sun has come and you've been left behind.
no time to change your mind. The sun's come